Salam, hər vaxtınız xeyir olsun. Bugün mən sizə sınaq 10-un izahını verəcəm. Deməli, birinci suala baxırıq. Əsəri oxu və sadələşdirərək yaz. Burada bizdən taksonomiyanın növünü istəyir. Əsəri oxuyub sadələşdirərək yazacağıqsa, burada artıq tətbiq edəcəyik. Ona görə A variantıdır. Yəni, yaratmaq bir şey yoxdur. Əgər desəydi ki, əsəri oxu, dəyişiklik edərək yaz, bu zaman ola bilərdi yaratmaq. Amma sadəcə əsəri oxuyuruq, sadələşdirərək, yəni sadələşdiririk əsəri və yeni yazırıq. Burada tətbiq etmək olacaq A variantı. Birinci sualın cavabı. Sonra ikinci suala baxırıq. Deməli, şagirdlərə tapşırıq verilir ki, ictimai nəqliyyat vasitələrində yaranan sıxlığın insanlara yaratdığı çətinliyi faktlar əsasında slayd hazırlayaraq təqdim edin. Taksonomiya və inteqrasiya növünü müəyyən edəcəyik. Burada deməli, fənlərarası inteqrasiya var, çünki ictimai nəqliyyat, burada həyat bilgisi də var. Eyni zamanda slayd hazırlamaq, yəni burada həm də informatika əlaqələndirib slayd hazırlayacaqlar deyə rəqəmsal bacarıqları var. Ona görə fənlərarası inteqrasiya var və insanlara yaratdığı çətinliyi faktlar əsasında, görürsünüz, faktlar əsasında əsaslandırma aparmaq, ictimai çətinliyini müəyyən etmək, burada biz təhlil edəcəyik, analiz edəcəyik və faktlarla deməli, hazırlayacaqsa, burada olacaq bizdə təhlil etmək və fənlər arası inteqrasiya. Üçüncü suala gəlirik. Texnologiya dərsində müəllim şagirdlərə təbiətin bizə bəxş etdiyi və insan tərəfindən yarananlar haqqında araşdırma edib, əldə etdikləri məlumatları cədvəl şəklində təqdim etməklərini istəyir. Verilən situasiyaya görə inteqrasiya növünü müəyyən edəcəyik. Deməli, burada da baxırıq ki, fənlər arası var, çünki təbiət dərsindən söhbət gedir. Cədvəl şəklində təqdim edəcəklərsə, bir növ cədvəl çəkmək, sxem qurmaq, riyaziyyata da əlaqələndirilir. Ona görə burada olacaq bizdə fənlər arası inteqrasiya. Dördüncü sualımız, bunlardan biri Karol Dweck'in qapalı düşüncə tərzi nəzəriyyəsinə aiddir. Karol Dweck də bilirdi ki, iki cür düşüncə tərzinə bölürdü insanları. Açıq düşünənlər var, qapalı düşünənlər var. Bizə bugün qapalı düşüncə tərzinə aid lazımdır. Deməli, bir dəfə zəif nəticə göstərdimsə, həmişə zəif olacağını anlamına gəlmir. Bu, açıq düşüncəli insanların xüsusiyyəti idi ki, yəni bir dəfə alınmadısa, o demək deyil, hər dəfə alınmayacaq cəhdlərim. Bir dəfə zəif nəticə göstərdimsə, o demək deyil ki, hər dəfə nəticə zəif olacaq. Yəni, bu cür düşünmürdülər. Bu, açıq düşüncəyə aiddir. Sonra, uğur qazanmaq asan deyil, səbirli, əzmli çalışanda bacarmaq olur. Bu da açıq düşüncəli insanların xüsusiyyətidir ki, deyir, yəni hər şey asan deyil ki, çətinlik çəkirək öyrənir insan. Yəni əzmlə, səbirli olmaq lazımdır ki, bacaraq. Bu da açıq düşüncəli insanın fikridir, yəni qapalı düşüncəyə aid deyil. Sonra laboratoriyada apardığım təcrübə bir o qədər də yaxşı olmadı, gərək üzərimdə çox çalışım. Bunu da açıq düşüncəli insan deyər, yəni ruhdan düşmür. Görür ki, nəticəsi zəif oldu və deyir ki, gərək üzərimdə biraz çalışım. D variantına deyir ki, mən mükəmməl biri olmalıyam. Hamının gözündə mükəmməl görünməliyəm. Bax, bu mükəmməl görünməyə çalışmaq, məni zəif görməsinlər, kimisə yanında zəif görünməkdən çəkinmək qapalı düşüncəli insanların xüsusiyyəti idi. Buna görə qapalı düşüncəli insanın xüsusiyyəti olacaq. 5-ci suala gəlib, bunlardan hansı scaffolding sayılır? Deməli, müəllim şagirdə çətin tapşırıq verir və özünü sərbəst etməsini istəyir. Sonra müəllim, burada scaffoldinglik yoxdur. Müəllim heç bir scaffoldinglik etmədi. Deyir ki, özünü sərbəst elə. Çətin tapşırıq verirəm və heç bir ipucu, istiqamət vermədən uşağa deyirəm ki, özünü sərbəst elə. Burada scaffoldinglik etmirəm ona. Sonra müəllim şagirdə çətin çəkdiyi tapşırığı izahlı şəkildə özü yazıb təqdim edir. Burada da artıq scaffoldinglikdən artıq bir şey oldu. Çünki biz scaffoldinglikdə demişdik, axı əlindən alıb yerinə yazmaq scaffoldinglik deyil. Hər şeyi hazır şəkildə uşağa ötürmək scaffoldinglik deyil. Çox sadələşdirərək elə hər şeyi hazır vermək scaffoldinglik deyil. Scaffoldingdə o idi ki, əlindən alıb yox, yerinə yetirmək yox. İstiqamət verərək, özünün səhvini düzəltməsinə yol göstərərək köməklik etməlidir uşağa. Burada isə görürsünüz, daha çox yəni alıb özü yazırsa yerinə, bu scaffoldinglik deyil. Sonra, şagird çətinlik çəkdiyi məqamlar zamanı müdaxilə etmədən sərbəst tapşırıq həll etmək bacarıqlarını inkişaf etdirir. Yəni, çətinlik çəkdiyi məqamlar zamanı müdaxilə etmədən yenə də heç bir scaffoldinglik yoxdur. Axı, sərbəst deyirəm ki, özü həll eləsin. Heç bir müdaxilə etmirəm, istiqamət vermirəm. D-də deyir ki, müəllim yeni dərsi keçən zaman köhnə bilikləri stimullaşdırmaq üçün müxtəlif suallar verir. Bəli, burada scaffoldinglik var. Ümumiyyətlə, scaffoldinglik nə idi?
Biz bunu Vygotsky nəzəriyyəsində də keçmişdik də, skafolding, yaxın inkişaf zonası. Orada da dedik, dərsi hissə-hissə keçmək, əvvəlki mövzulara istinad etmək, nümunələri çoxlu təqdim etmək. Yəni bax bu cür belə deyək də yanaşmaq lazımdır ki, düzgün skafoldingli etmək üçün. 6-cı suala gəlirik. Müəllim şagirdlərə dərsin təlim nəticəsini elan edib, aydın şəkildə qiymətləndirmə meyarlarını çatdırır. Şagirdlərin tapşırığını həllinə yönəldir. Lakin şagirdlərin tapşırığı həll edən zaman çətinlik çəkdiklərini izləyir. Situasiyaya əsasən doğru fikri müəyyən edin. Deməli, müəllim uşaqlara təlim nəticəsini elan edib, qiymətləndirmə meyarlarını da verib. Şagirdləri tapşırığın həllinə yönəldir. Lakin şagirdlərin tapşırıq həll edən zaman çətinlik çəkdiklərini izləyir. Doğru fikri bizdən istəyir. Müəllim dərsin təlim nəticəsini dəqiq çatdırmayıb, axı dedik çatdırıb. Görürsünüz, dedik ki, dərsin təlim nəticəsini də çatdırıb, həmçinin qiymətləndirmə meyarlarını da təqdim edib. Ona görə A variantı ola bilməz. B-də deyir ki, müəllim şagirdlərin potensialını maraq dairəsini nəzərə almayıb. Burada belə bir şey görmədik, axı uşaqları maraq göstərmir kimi bir şey yoxdur. C-də deyir, müəllim smart texnikasında görə 3-cü məqamı nəzərə almayıb. Smartın 3-cü məqamı nə idi? Smartın. S-M-A. Nə asan, nə də çətin. Yəni, burada müəllim demişdi ki, əldə olunan olmalıydı. Smartın A-sı əldə oluna bilən olmalıydı tapşırıq. Yəni, nə çox çətin, nə də çox asan da olmamalıydı. Amma burada müəllim tapşırığın həllinə yönəldir, lakin şagirdlər tapşırığı həll edən zaman çətinlik çəkir. Bu, o deməkdir ki, tapşırıq çətindir ki, uşaqlar tapşırığı həll edən zaman çətinlik çəkirlər. Ona görə bizdə C variantı olacaq. 7-ci sual. Niyə hərbi orkestrdə zərb və mis alətlər iştirak edir? Əsaslandırma aparın. Verilən tapşırıq taksonomiyanın, biliyin və təfəkkürün hansı növünə aiddir? Əlbəttə ki, burada təhlil, konseptual və məntiqi təfəkkür, yəni A variantı olacaq. Niyə görə belə olacaq? Çünki deyir ki, niyə hərbi orkestrdə zərb və mis alətlər iştirak edir? Əsaslandırma aparın. Faktlarla əsaslandırma aparacaq ki, təhlil edəcək ki, yəni səbəb nədir burada? Niyə görə məhz hərbi orkestrdə bu kimi alətlər iştirak edir? Yəni biz burada analiz edəcəyik. 8-ci sual. Bu tapşırığı yazarkən səhvin düstur seçimində olub. Gərək bu düsturdan istifadə etməzdin. Verilən rəy ilə bağlı hansı fikir doğrudur? Keçmişə yönəlik rəydir. Elə A variantı olacaq. Niyə görə? Gərək etməzdin. Görürsünüz, keçmiş zamana əlaqə. Biz demişdik axı, rəy keçmişə yönəlik olmamalıdır, gələcəyə yönəlik olmalıdır. Görürsünüz, deyir ki, gərək bu düsturdan istifadə etməzdin. Yəni, keçmiş zamandan söhbət gedir. Ona görə A variantıdır. 9-cu sual. Formativ qiymətləndirmə nədir? Deməli, ilin əvvəlində şagirdin bilik bacarığını, mövcud durumunu ortaya çıxaran qiymətləndirmədir. Xeyr, bu diaqnostik idi. Şagirdin alt standartın tələbinə nə dərəcə çatdığını ölçən qiymətləndirmə növüdür. Əsas standartın tələbinə cavab verən qiymətləndirmə növüdür. Xeyr, müxtəlif fənlər üzrə şagirdin bilik səviyyəsini ölçən qiymətləndirmə, müxtəlif fənlər üzrə bu olurdu. Demişdik ki, deməli, milli qiymətləndirməmiz, təhsilin keyfiyyətini ölçən qiymətləndirmə növü də ki, beynəlxalq qiymətləndirmə olacaq. Burada doğru cavabımız B variantı olacaq. 10-cu sual. Cari planlaşdırmada nə üçün vacibdir? Cari planlaşdırma. Müəllimin dərsdəki fəaliyyətini səmərəli və məqsədə uyğun təşkil etməyə şərait yaradır. Bəli, doğru cavabımız A olacaq. Digər variantlara baxırıq. Müəllimin hansı mövzunu mənimsədəcəyini yönəlir? Xeyr. Çünki bu müəllim yönümlü yanaşma olar. Tədris vahidinin vaxtında tamamlanmasına xidmət edir? Xeyr. Yeni təlim üsulu formalaşdırmağa xidmət edir? Xeyr. Summativ qiymətləndirmə hazırlaşmağa xidmət edir? Xeyr. Müəllimin dərsdəki fəaliyyətini səmərəli və gündəlik planı niyə qoyuruq? Dərsimiz səmərəli keçsin, məqsəd yönlü keçsin. Ona görə, yəni ona xidmət edir. 11-ci suala gəlirik. Deməli, hansı iş üsulu haqqında fikir yoxdur? Söz analizi aparılır. Sonra şagirdin mövzu nə dərəcə bildiyini qeyd götürərək müəyyən edir. Şagird mövzu nə dərəcədə bildiyini qeyd götürərək edirsə, bu insertdir. Burada görürük ki, burada var. Insert var. Sonra əsərin sonluğunu müəyyən etməyə əsaslanır. Bu proqnozlaşdırmadır ki, bu da var. Sonra suallar texnikası da tənqidi yaradıcı təfəkkürü inkişaf etdirir. Bu da qızıl dairədir ki, var. Sonra söz analizi aparılır. Bu da Freyer modelidir ki, burada nümunə, qeyri-nümunə, xüsusiyyətlər, izahlar yazılırdı. Buna söz analizi aparılırdı. Burada D-yə aid yoxdur. Qərarlar ağacına aid xüsusiyyət yoxdur. Ona görə variantımız D olacaq.
12-ci suala gəlirik. İş üsulu haqqında deyilən hansı fikir səhvdir? Sinfi mövzudan bir isim, 2 sifər, 3 feil, 4 sözdən ibarət cümlə, sonra isə bir isim yazmaq tələb edir. Bəli, bu doğrudur. Aksiyon köhnə bilikləri yada salmaq, deyilən fikri yenidən təkrar etməmək, sonda bir qapalı sualla müəllim tərəfindən yekunlaşan iş üsuludur. Aha, bəli, düzdür. Sonra əqli hücum kreativ fikirlərin bir araya gəldiyi fikrini ifadə etmək, müstəqil qərar bacarığı inkişaf etdirir, düzdür. Venn diaqramı müqayisə etmək, məntiqi düşünmək tələb edir, bəli. İnsident üzərində iş problem həll etmək bacarığı tələb edir, bəli. Aksiyon deyir, köhnə bilikləri yada salmaq, deyilən fikri yenidən təkrar etməmək, sonda bir qapalı sualla müəllim tərəfindən yekunlaşan üsuldur. Aha, bunun sonluğuna özümdə fikir vermədim. Sonda bir qapalı sual burada yox idi. Burada sonda qalibiyyətlə bitirdi. Sanki deyirdi ki, oyunlaşdırma təlim modelinə bənzəyirdi. Sonda bir qapalı sualla bitən Sokrat dialoqu idi. Ona görə B variantıdır yanlış cavabımız. 13-cü suala gəlirik. Biologiya dərsində şagirdlər sinir sisteminin stresə reaksiyasını öyrənir. Bunun üçün düzgün nəfəs məşqlərinin də rolu olduğunu öyrənir və araşdırma edirlər. Dəqiq məlumat toplamaq üçün bir neçə idman müəllimindən də tövsiyə alırlar. Sonda əldə etdikləri məlumatlar əsasında ictimai təqdimat hazırlayırlar. Verilən tapşırığa əsasən inteqrasiyanın növü. Burada görürsünüz fənn üstü var. Bir neçə müəllimdən tövsiyə alacaqlar. Bax görürsünüz, burada sinifdən kənar bir şeylər var. Və fənlər arası inteqrasiya da var. Ona görə ki, biologiya dərsində baş verir və fiziki tərbiyə də əlaqələndirilir. Ona görə fənlər arası və fənn üstü inteqrasiyamız var. 14-cü suala gəlirik. Deməli, müəllim səhvə yol verdiyi situasiyanı müəyyən edin. Valideynə ancaq şagirdin neqativ davranışları haqqında məlumat vermir. Bəli, düz edir. Bu yanlış deyir. Övladın qiymət göstərisini yüksəltməsi üçün xahiş edən valideynin istəyini nəzərə alınır. Bəli, burada da düzgün yanaşır. Çünki yəni valideyn bizdən xahiş edirsə qiymətini yüksəlt övladımı, biz bunu nəzərə almağımız düzgün yanaşma olmaz. Valideyn iclasında şagirdləri və valideynlər arasında fərq qoymayan müəllim hər bir şagird haqqında mənfi və müsbət tərəfləri iclasda söyləyir. Bu olmaz. Niyə görə olmaz? Axı konfidensiallığı gözləmədik. Hər şey mənfidir də, müsbəti də hamının içində deməyimiz düzgün yanaşma deyil. Sonra D-də iclasa gəlməyən müəllim ilə əlaqə saxlamayan valideynə israrlı olaraq əlaqə saxlamağa cəhd göstərir. Bu da düzgündür. Vaxtı olmayan iclasa gələ bilməyən valideynlə əlaqə saxlayıb övlad haqqında vacib məqamları çatdırır. Bu da düzgün yanaşmadır. 15-ci suala gəlirik. Deməli, doğru fikirləri müəyyən edin. Prosedura əməl edən zaman və etməyən zaman nəticədə onlara nə gözlədiyini bildirmək lazımdır öncədən. Bu xeyr, bu qaydada idi. Prosedurda belə bir şey yox idi. Sonra qaydaya əməl etməyən şagirdə qeyri-verbal yanaşmaq lazımdır. Bəli, 2 düzdür. Deməli, 2 düzdür. Sonra qaydalar konkret və əmr formasında olmamalıdır. Bəli, bu da düzdür. Qaydalar konkret və əmr forma. Qaydalar konkret olmalıdır, amma əmr formasında olmamalıydı. Deməli, sonra proseduru qaydanı ilin ortasında tərtib edən müəllim reaktiv müəllim sayılır. Xeyr, prosedur, qayda, yəni mütləq deyil ki, həmişə ilin əvvəlində qoyaq, ilin ortasında da qoya bilərik. Yəni lazım gərəkən hər bir zaman biz yenidən qayda, prosedur tətbiq edə bilərik. Ona görə elə doğru fikirlər 2 ilə 3 oldu. 16-cı suala gəlirik. Şagird tapşırığı yazarkən müəllimin müşahidə edir ki, şagird çətinlik çəkir. Ona görə yaxınlaşıb istiqamət verir. Robert Ganiyə görə müəllim hansı mərhələni yerinə yetirir? Aha, uşağa istiqamət verirsə çətinlik çəkdiyi məqamda əlbəttə ki, burada müəllim əks əlaqə qurur. Rəy verirsə. 17-ci sual. Bullyingi müəyyən etməyin yollarına aid deyil. Esse yazmaq, bəli, bullyingi müəyyən etməyə aiddir. Məktəb heyətinin əməkdaşlıq, bəli, hamı ilə birgə, müəllim kollektivi rəhbərliklə bir yerdə əməkdaşlıq vacib idi. Sonra, təhlükəsiz mühitin qorunması, bəli, çünki biz demişdik elə bir mühit yaratmalıyıq ki, uşaqlar bizə yaxınlaşıb rahatlıqla bullyingə məruz qaldıqlarını deyə bilsinlər. Valideynlə əməkdaşlıq, bəli, valideynlə də əməkdaşlıq mütləq idi. Şagird haqqında məsələni sinifdə müzakirəsi, bu yox. Yəni, sinifə müzakirəyə çıxartmaq düzgün yanaşma deyil. Ona görə Y variantı. Verilənlərdən biri doğrudur. 18-ci sual. Deməli, digərlərini həvəsləndirmək məqsədi ilə yüksək nəticə əldə edən şagirdləri sinifə nümunə çəkmək effektiv sayılır. Xeyr, bu düzgün yanaşma deyil.
Şagirdlərə rəy verən zaman onların mənfisini demək düzgün deyil, yalnız müsbət tərəflərini söyləmək lazımdır. Bu da düzgün deyil. Mən uşağa axı mənfisini deməsəm uşağı inkişaf etdirə bilmərəm. Uşağa arxayın edim ki, hər şey əladır. Bu uşağı inkişaf etdirməz. Sonra müəllimin valideynlə effektiv münasibəti şagird-müəllim münasibətlərinə də müsbət təsir edir. Bəli, bu doğrudur. Təlim zamanı dərsin məqsədi ilə şagirdin maraqları arasında sərhəd qoymaq vacibdir. Xeyr. Sinifdə yaranan hər hansısa bir bullying hadisəsini valideynlə bildirmədən şagirdlərdə həll etmək lazımdır. Yox, biz demişik ki, bullying müəyyən edən zaman, yəni edən zamanda, qarşısına alan zamanda valideynlə əməkdaşlıq mütləqdir. 19-cu suala gəlirik. Yaradıcı düşünən şagirdin fəaliyyətinə aid olan variantı müəyyən edin. Araşdırma aparır, mövcud həll yollardan bir neçəsindən səmərəli şəkildə istifadə edib problemi həll edir. Mövcud yollarla edirsə, bu tənqidi yanaşmaqdır, tənqidi düşünən uşaqdır. Bu yaradıcı təfəkkür deyil. Müxtəlif zamanlarda baş verən hadisələri müəyyən edib onlar haqqında cədvəl qurur. Bu məntiqi təfəkkürə aiddir. Baş vermiş problemin sadə həll yolunu müəyyənləşdirir və həll edir. Bu məntiqi təfəkkürdür. Qoyulmuş məqsədə görə addımları müəyyənləşdirir və tətbiq edir. Bu da məntiqi təfəkkürdür. Problem yarananda çevik dəyişiklik edir. Dəyişiklik görürsünüz və problemi səmərəli həll edir. Artıq dəyişiklik edirsə bu yaradıcı təfəkkürlü insanın xüsusiyyəti ola bilər. 20-ci suala baxırıq. Şagird tapşırığın şərtini izah edən zaman yoldaşları ona gülür. Bu da şagirdə mane olur. Belə olduğu halda müəllim hansı addım atsa, sərişləri müəllim sayılar. Gülən şagirddən yoldaşının yerinə izah etməyini istəyə bilər. Yox, bu düzgün deyil. Gülən şagirdi kənara çəkib səbəbini öyrənmək dərsin gedişatında bu düzgün deyil. Gülən şagirdin adını lövhəyə yazıb eyni zamanda qeyri-verbal yanaşmaq, bəli, bu olar. İzahını saxlayıb şagirdlə empatiya, nizam, intizam alışlayan söhbət aparmaq, dərs gedişatı getdi. Biz bunu dərsdən sonra edə bilərik. Dərs zamanı artıq dərsin gedişatına mane oluruq. Gülən şagirdi birinci partada əyləşdirmək o zaman da düzgün yanaşma deyil ki, digər uşağın yerinə, kimisə yerinə keçib onu otururam ki, sən dur buradan, bu gəlib burada otursun. Bu da düzgün yanaşma deyil. Ona görə C variantı ən uyğun variant budur ki, o zaman dərhal bir dənə göz kontaktı qura bilərik. Belə.